Hər kəsə salam. Yeni şəkərbura resepti ilə gəlmişəm. Bu dəfə daha geniş formatda sizinlə bölüşəcəm. İçlik hazırlayıram əvvəlcə. Gördüyünüz qədər ərzaqları istifadə edirəm. Videonun altında bütün miqdarlar yazılıb, qeyd olunub. Deməli, qozla fındığı blenderdan keçirdirəm, üyüdürəm. Üzərinə şəkər tozunu əlavə edirəm və 1 çay qaşığı hil üyüdülmüş hil əlavə edirəm və birlikdə qarışdırıram. Deməli, içliyimiz hazırdır. Keçək xəmiri hazırlamağa. 2 su stəkanı dolu təpələmə un istifadə edirəm. Bu 260 qram edir və ələkdən keçirdirəm. Sonra yuva açıram ortasında və ora yağ əlavə edirəm. Yağ 75 qramdır. Soyuq halda əlavə edirəm və əlimlə umaç halına gətirirəm. Gördüyünüz kimi şəkərburada umaç halına gətirmək, yəni döymə xəmirlə hazırlamaq daha yaxşıdır. Çox ləzzətli şəkərburaları alınır və yumşaqlığını və təzəliyini uzun müddət qoruyur. Sonra umacın ortasında yuva açıram və ora 1 ədəd yumurtanın sarısını əlavə edirəm. 1 xörək qaşığı, dolu xörək qaşığı xama, çimdik duz, çay qaşığının ucunda maya və deməli, keçən dəfə də shorts videomda da qeyd etmişdim ki, bu məqamda mən soyuducumda süd olmadığını fərq etdim və su əlavə etdim. İlıq sudan istifadə etdim və miqdar azdır deyə stəkanın 4də 1-i qədər ilıq su getdi. Onu qeyd edim ki, sualların çoxsaylı verilən suallardan biri də bu idi. Şəkərburada süd yoxdursa, suya istifadə edə bilərikmi? Bəli, istifadə edə bilərik. Bu Novruz ərəfəsində hələ ki mən 2 partiya hazırladım şəkərburanı. Birini su ilə, birini südlə. Deyim ki, o qədər də belə fərq yoxdur. Bəlkə də bizdə tez yeyildi, ona görə hiss eləmədim, amma yumşaqlığı çox da fərq eləmir. Amma südlə yoğursanız lap daha gözəl olar. Deməli, xəmirimizi yoğururam, hardasa bir yarım saat dincəldirəm. Yarım saatdan sonra balaca kündələrə ayırıram. Bu dəfə deməli 30 qramdan tutdum kündələri. Xatırlayırsınızsa 11 ədədlik şəkərbura reseptimdir bu resept. Amma bu dəfə mən hətta 15 ədəd belə şəkərbura çıxarda bildim. Sadəcə kündələrin miqdarını azaldaraq. 40 qramdan deyil də 30 qramdan tutdum bu dəfə. Düşünürdüm ki, lap balaca eləyərəm şəkərburaları. Amma hazırladıqca gördüm, yenə də çox da balaca olmadı, amma 4-5 ədəd əlavə şəkərbura çıxarda bildim. Bu ikinci silsilə çəkdiyim videodur. Burada xəmiri südlə hazırlamışam. Deməli, 2 hissəni də videonu çəkdim və birləşdirdim. İstədim ki, deməli, shorts videosu üçün keçən dəfə çəkdiyim üçün daha qısa alınmışdı. Bu dəfə isə bir qədər də əlavə elədim ki, sizinlə daha yaxından bu prosesləri bölüşə bilim. Gördüyünüz kimi kündələri gözəl bir şəkildə eyni qalınlıqda açıram. Sonra ovcumun deməli əl barmaqlarımın arasına çuxur şəklində qoyuram. İçlikdən əlavə edərkən qaşıqla presləyə, yəni sıxa əlavə edirəm ki, qırağa tökülməsin qırağına, şəkər tozu düşməsin, çünki sonra kənarı burmaq belə rahat olmur. Və gördüyünüz kimi də çox rahat bir şəkildə, hətta keçən videolarımdan birində su ilə olan texnikanı bölüşmüşdüm. Yəni şəkərbura yuxasının kənarına açandan sonra su vururam ki, sonra yapışdıranda bir-birinə yapışsın və açılmasın. Çünki əksəriyyət şikayətlənirdi ki, açılır kənarı. Bu metodu tapdım. Amma inanın ki, o metodu mən ancaq video üçün çəkdim, göstərdim ki, yəni belə bir üsulda var. Heç gərək olmur. Düzgün un və düzgün ərzaqlardan, texnikadan istifadə edəndə çox gözəl bir şəkildə də gördüyünüz kimi bu cür gözəl bir şəkildə ağzı bağlanır. Möhkəm ağzına sıxmaq lazımdır ki, geri açılmasın və çalışmaq lazımdır ki, içlikdən kənarlara düşməsin. Bir daha üstündən sıxa keçirəm və sonra kənarlarını bükürəm. Kənarlarını bükmək də bu bir vərdiş işidir. Yenə də videoda çəkdim ki, texnikasını görəsiniz və öyrənmək istəyənlər üçün deməli istifadə edə biləcəklər bir video olsun. Və üzərinə gördüyünüz kimi naxışlayıram. Naxışı da yenə bacardığım qədər yaxından çəkməyə çalışdım. Fərqli edənlər var, incə edənlər var, bilmirəm. Mən əlim belə öyrəşib, özdə ildə bir dəfə hazırlayanda düzdür, ikinci hazırlamağımdır deyə bir balaca əlim öyrəşib. Birincidə lap insana biraz nabələt gəlir. Amma yəni peşəkar hazırlayanlar təbii ki, hər gün bu işlə məşğul olanların naxışlamağı
Çox bəyənirəm. Amma yenə də öyrənmək istəyənlərə, təzə başlamaq istəyənlərə buyurub mən də öz üsulumu təqdim edirəm. Nacizanə. Şəkər buranın deməli üstünü naxışlayan zaman çalışmaq lazımdır ki, əldə sıxmayaq çox. Kənarlarının forması itməsin, şəkər buranın öz forması itməsin və bu cür əlin içi açıq bir şəkildə tutaraq sadəcə o tərəf bu tərəfə çevirərək gözəl bir şəkildə naxışlayırıq. Belə, bu da mənim naxışlamam. Bacardığım qədər yaxından göstərməyə, daha asta tempdə çəkməyə çalışdım. Shorts videolarında bu hissələri çəkə bilmirəm, çünki 3 dəqiqədən artıq video orada çəkmək olmur. Bu da mənim ikinci o reseptdə. Yəni resept eyni reseptdir. Sadəcə və sadəcə burada süddən istifadə etmişəm. Birinci hissə isə su. Onu da niyə təzədən südlə çəkmədim? Çünki südlə videolarım çoxdur, reseptlər göstərmişəm. Məhz su ilə də o hissəni göstərmək istədim ki, sual verənlərə rahatlıq olsun. Belə, bişdi 120-130 dərəcədə alt üst rejimdə sobada üstü quruyana 6-da 1 balıcı qızarana qədər bişiririk. Dəqiq vaxt demək olmur, nəzarətdə mütləq saxlayın. Siz də hazırlayın, nuş edin, kövrək, gec bayatlayan, ağızda dağılan gözəl şəkər buralarımız alınır və mən sevirəm qozla, amma tam içinin ağ olmağını istəyirsə təkcə fındıqla hazırlayın, işləyin. Videomu bəyənin, rəylərinizi yazın. Videomu öz yaddaşınıza əlavə edin, yəni playlistlərinizə əlavə edin ki, itirməyəsiniz. Bayramınız mübarək.